Siz mənə özünü yoxlama sualları demişdiniz. Mən onların izahını verim sizə. Şagird stulu hansı hissələrdən ibarətdir? Biz dedik ki, şagird stulu hansı hissələrdən ibarət idi? Bir, metal hissələrdən, bir də faner hissələrdən, 2 hissədən ibarət idi. Hansı hallarda cilalamadan istifadə edilir? Cilalama, lak örtüyün cızılması zamanı istifadə edilir. Yəni, görsək ki, lak örtüyü artıq cızılıb və teksturanı pozur, biz cilalamadan istifadə edirik. Sonra, faneri cilaladıkdan sonra nə etmək lazımdır? Biz dedik ki, faneri cilaladıkdan sonra orada yaranan değişiklikləri faner hissələri ilə örtmək lazımdır. Yapışdırmaq, yəni xırda faner hissələri yapışdıraraq həmin dəlikləri bağlayırıq və biz orada nədən istifadə edirdik? Lakdan istifadə edirdik. Üzr istəyirəm, yapışqandan istifadə edirdik. Epoksit və pıva yapışqandan istifadə edirdik. Məktəb mebeli hansı lakla örtülür? Məktəb mebeli nitrosellüloz lakla istifadə olunur. Nitrosellüloz lak örtüyü əgər deməli çətinlik yaradarsa, bu zaman biz nə edirik? Mebel və parket lakından istifadə edirdik. 5-ci suala baxırıq. Lak durulaşdırıcısından nə üçün istifadə edilir? Lak durulaşdırıcısından nə üçün istifadə olunur? Lak durulaşdırıcı lakın tərkibini istədiyimiz duruluğa çatdırmaq üçün istifadə olunur. Daha sonra, məişət stolunun təmiri prosesi hansı əsas mərhələlərdən ibarətdir? Biz dedik ki, bayaqlarım dedim, sizin qarşınıza çıxacaq. Məktəb stolunun təmiri prosesi hansı? Biz dedik ki, 2 hissədən ibarət idi. Taxta elementlərlə iş və üzr istəyirəm, tarım çəkilməsi. Unuttum adını. Buralarda bir yerdə olmalıdır. Taxta elementlərlə işidir. Hə. Bir də oturacağın buradadır. Mən əslində baxmadan danışıram. Sadəcə siz buradan baxın deyə. Ona görə yerini çətinliklə tapıram. Hə. 2 əsas hissədən ibarət. Taxta elementlərdən iş və oturacağın tarım çəkilməsindən ibarətdir. Daha sonra keçirik hansı proses? 6-cı sualı dedim. 7-ci sualımıza. Süngər nə üçün nəzərdə tutulur? Süngər deməli ara qat deməli